Və sonra Hətim deyir ki, ikinci, və əmmə səniyə, fə inni nəzartu ilə qavlillahi teala. Mən Allahın bu ayəsinə baxdım. Gördüm ki, Allah Azze və Cəllə nə deyir? Və əmmə mən xafə məqamə rabbihi və nəhən nəfsə anil həvə fə innəl cənnətə hiyəl mə'və. Deyir, gördüm ki, Allah deyir, kim Rəbbinin məqamından, yəni Allahın məqamından qorxarsa, deyir, o öz nəfsinə havasını qadağan edər. Deyir, bu səbəblə də fə innəl cənnətə hiyəl mə'və. Deyir, onun gedəcəyi yer cənnət olar. Deyir, baxdım və deyir, daima havama müxalif olmağa çalışdım. Yəni, içimdən gələn hava mənə nə dedirsə, mən ona müxalif olmağa çalışdım. Qatayda rahimullah deyir ki, deyir, فَاِنَّ لِلّٰهِ عَزَّ وَجَلَّ مَقَامًا فِي الدُّنْيَا. Deyir, Allahın dünyada olan məqamı var, deyir. O da deyir, Allahın haramları və Allahın qadağan etdiyi şeylər. Gərək onları keçməyəsən, gərək onları aşmayasan. Allah nəyi qadağan edib? O Allahın məqamıdır. Bax, nə deyir? Məqamdan qorxursansa, havanla getməyəsən, deyir. Allah qorusun, yəni hava ilə getməkdən. İbn Məsud radiyallahu anhu deyir ki, deyir, cənnət istəyən insanın ən böyük qazancı havaya müxalif olmasıdır. Havaya görəcəksən ki, sənə nəsiyyət olunur. Amma içdən bir hava gəlir, deyir ki, yox, sən başqa cürsən. Sən başqa cür adamsan, sən beləsən, sən qürurun belədir, sən hamısını qoymaq lazım qırağa. Allah Azze və Cəl nə deyir? Deyir, فَلَا تَتَّبِعُ الْهَوَى أَنْ تَعْدِلُوا. Deyir ki, havaya tabi olma yoxsa səni azdırar, səni haqq yoldan çıxarar səni.